Heç kim qürbətin görünməyən tərəfini danışmır. Hamı uzaq ölkələrdən danışır, böyük şəhərlərdən, yeni imkanlardan, amma heç kim demir ki, bəzən insan ən gözəl yerlərdə belə ürəyinin ən doğma yerini axtarır. Qürbət səni dəyişdirir, sənə güclü olmağı öyrədir, amma heç vaxt ürəyindəki o kiçik yeri doldura bilmir. Çünki insan bəzən böyük şəhərlərdə yeni həyat qurur, amma ruhunun bir hissəsi həmişə köhnə küçələrdə qalır. Ananın bişirdiyi yeməyin qoxusunu, atanın səsini və o evdəki rahatlığı. Və illər keçsə də insan bəzi yerlərdən uzaq düşmür. Sadəcə onlar üçün daha çox darıxır. Çünki vətən sadəcə yaşadığın yer deyil. Vətən sənin yoxluğunda belə səni gözləyən insanların olduğu yerdir. Və insan dünyanın hansı tərəfində olursa olsun, ürəyində həmişə bir yol qalır. O yolun sonunda isə işığı heç vaxt sönməyən bir ev var. Çünki bəzi yerlərdən uzaqlaşmaq olar, amma bəzi yerləri ürəkdən heç vaxt tərk etmək mümkün olmur. Çünki insan harada yaşayırsa yaşasın, ürəyinin bir ünvanı olur. Mənim ürəyimin ünvanı isə Azərbaycandır.